Hamınızı xoş gördük değerli dostlar, Sultanov ailəmiz. Sizə bu günləri göstərəcəyim ev bir başqadır. 10 sotun içində yerləşir. Tam təmirli, mükəmməl, gözəl, tam şəraiti olan bir evdir. Əlaqə nömrəmiz 051 452 60. Sona qədər izləyin, kanalımızı bəyənib abunə olmağı unutmayın. Çox gözəl evdir, mükəmməl evdir, tam yaşayışlı evdir. Başlanğıcda göstərdim. Maraqlı olanlara axıra qədər baxsınlar, bəyənsinlər. Salam aleykum değerli dostlar, değerli izləyicilər. Bu günləri Binə qəsəbəsində sizlərə çöldən göz qaytaran, amma evin həyətindən nəfəs kəsən bir həyət evimizin çəkilişindəyik değerli dostlar. Ekrana yaxın əyləşin, kanalımızı bəyənin, abunə olaraq zil düyməsinə toxunaraq bildirişləri açmağı unutmayın değerli dostlar. İndi isə vaxt itirmirik, keçirik evimizin tam ətraflı məlumatını sizlərə öyrənməyə. Değerli dostlar, değerli izləyicilər, heç bir vaxt öldürmədən, bax çöldən belə qapısına baxma, həyətinə bax dostlar. 10 sotun içində dəyər dəyməz qiymətinə bir həyət evi satılır ki, dəyərindən qat-qat aşağı dostlar, qat-qat aşağı. Bax bu evin ön görünüşüdür. Ön görünüşü, tam detayları ətraflı məlumatla verəcəm. Sona qədər izləməyinizi xahiş edirəm dostlar. Evimiz qapılar lay açılır. Özünüz görürsünüz, şirkətlə bağlanmadı hamısı. Bax, belə bir kamera sistemi, belə bir kamera sistemi, belə bir kamera, sonra belə bir kamera dostlar, belə bir kamera. Evin her bir dört tarafı, her yeri kameradır. Həyətin o başı, bu başı, her yerinde kameralar var değerli dostlar, değerli izləyicilər. Belə bir mükəmməl ev axtaranlar, belə bir mükəmməl həyət baca axtaranlar sona qədər izləyin. Qiyməti də çox münasib. 150.000 manatdan düşüb aşağı. Allah şahidim olsun, 150.000 manatdan aşağı düşüb 100.000 manata. Real alıcısını gözləyir bu həyət evi. Məncə də artıq nəyi gözləmək lazımdır? Vaxt itirmək lazım deyil dostlar. Vaxt itirmək lazım deyil. Bunun həyəti, bacası, evin özü, gözəlliyi, hər şeyi, hər şeydən üstündür. Gördüyünüz kimi dostlar, yerlənəcəyinə qədər mükəmməl bir şəraiti olan bir həyət evindən şübhəsiz ki bəhs edirik. İndi keçirik hara? Evimizin mangalxanasına. Dostlar, gülü, çiçəyi, bax belə bir yerlənəcəyi, mangalxanası, basketbol yerinə qədər dostlar var da. Əsl istirahət mərkəzi axtaranlar. Hələ evin terasına keçəcəm, baxarsınız. Burada su bakı var. Bax bunun alt hissəsi su bakıdır. Bax bu gördüyünüz yerin. Burada mətbəx kimi oturmağa naveslik yerdir. Belə bir krant yeri dostlar. Mangalxanası, belə bir yerləri, hamısı bunların evin içində qalır. Bağ, bağça öz sözünü deyir, gözəlliyi öz yerində. İstənilən meyvə ağacları var dostlar. İstənilən meyvə ağaclarında yenidən əkmək üçün şəraiti də var. Çox gözəl bir evdir. Məncə bu evi əldən pakıbaut qaçırtma. Həqiqətən deyirəm. Kim istəməz ki belə bir gözəl yerdə, belə bir şəraitdə olan yerdə gözəl bir həyət evi olmasın. Elə bax bu çimənlikdə uzanırsan dostlar, 10 dola Allaha, evə bax, həyətə bax, bağa bax, öz həyatını yaşa da. Gözəlliyin əsl məkanı, gözəlliyin əsl adı bu evdir dostlar. Məncə qaçırtmayın. Gəlin Allah xeyrinizi versin. Dəyər dəyməz qiymətindədir bu ev. Dəyər dəyməz qiymətində, torpağın qiymətinə verir ki, hələ ucuz verir ki, aşağı verir ki, baha vermir. Əkilən ağacları, bunun mangalxanası, evin özü, hər şeyi pul qoyulubdur. İnanmırsan, buyurun keçək bax. Evə hələ keçməmişdən əvvəl həyətdə tikililərini göstərmək istəyirəm dostlar. Burada nədir, hələ özüm də bilmirəm. Vallahi billahi sizlə bir yerdə girəcəm. Bax, güllərə, çiçəklərə bir dənə baxın. Özdə nə gül çiçək var da, çiçəklər deyim. Hələ tam açılmıyor bunlar. Bura nədir bilmirəm. Dostlar, deyəsən bağlıdır bu hissəsi. Deyərəm ev sahibi açar. Deyərəm ev sahibi. Oranı açmaq olur. Hə, zəhmət olmasa. Bax, burada çöldə istəyirəm. Buradan yəqin ki açıq olar ora. Bir dənə buraları açmaq olur dədə. Hə, bir dənə onları açsın dəyərli izləyicilər. Bax, belə bir krant yeri var. Burada çöl yerində
ayaq yolusu var və belə bir çöldə Addelin ayaq yolu var. Sonra gəlin bura, həyatı elə bunun tamet daşları var. Bax bu düzülən tamet daşlar. Allah şahidim olsun. Bax orada qaraj yeri cəmi, su baxızadı, hər şey var. Bu düzülən daşlar elə nə qədər, en qədər pul eləyir. Bax burada çöldə Addelin belə bir dükandır bura. Bax burada bir dənə dükan yaradıbdır. Pəncərələrin yerləri var, bağlı ibində hal-hazırda. Buranı açırsan olur mağazin. Bura həyətində Addelin televizor yerinə kimi qoyub hər şeydə. Yəni bura qoğuna kimi işlədibdir. Dükana ehtiyacı yoxdur indi hal-hazırda ev sahibinin. Dəyər dəyməzinə də satır. Yəni buranı dükan kimi nəzərə alıb. Sonra keçirəm bura bilmirəm nədir. Keçir indi açdı ev sahibi buranı. Keçək bura baxaq. Bura əldamısı. Bura əldamıdır dostlar. Baxın bir dənə. Nə var, nə yox. Hər şey burada sizdə. Bu cürünə gətirin. Ustasansa, nəyin var, nəyin yox. Səliqəli, göz qabağında yığ. Ürəyin istəyəni ürəyin vaxtı götür işlər. Həyət evidir də. Bitimini qayısı da buradadır. Dostlar, o birisi hissəsi də ev sahibi dedi, eyni beləncə nədir? Prosta lazımsız əşyaları yığmışam ora. Qalıb orada, pet yeri, zadı hamısı belə bir həyat bacadadır. Dostlar, girəcəm evimizin içinə, keçəcəm inşallah, söhbət eləyəcəyik Allahın izni ilə. Kanalımızı mütləq bəyənin, qaraj yerini göstərim. Bax, maşın gəldin, həyətdə rahat maşın fırlat, gətir sal bura, bax bura. Mükəmməl qaraj yeridir, su bakı da oradadır. Kameralardakı sistem dört bir tərəf yenə də deyirəm də hər yeri kamera ilə təchiz olunubdur. Bir dənə adam buraya bax, buradan da qapı girişi var. Buradan da teras girişidir dostlar. Gəlin bir dənə terasa baxağın. Dəyərli dostlarım. Hal-hazırda terasa giririk. Rövşən bəy hal-hazırda YouTube kanalına qarşısında canlıda. Salam verirsiniz izləyicilərimə. Bəli, Rövşən bəy izləyicilərimizi salamlayıram. Bu gözəl evin sahibi olmaq istəyirsə, həqiqətən də əlaqə saxlayın. 10 sotun içində belə bir bağ evi Binə qəsəbəsində heç bir adam tapmır. Eşki, sənə Allah'a ant verirəm. Neçə mindən neçə minə düşür? Bir sotun qiyməti 10 min deyil, 100 min torpaq eləyir. Allah evdir pulsuz, qaz işıq pulsuz, 25 tonluq pulsuz, ağaclar pulsuz. Elə bu həyatın daşı nə qədər pul eləyir, qazonu nə qədər pul eləyir. Şəbərlik elə qiyməti nə eləyir? Əşyalı verilir dostlar. Elə ki bir 50 mində qabaqsınız da, nə istəyirsiniz? Bax, elə bir bu evi alırsınız da dostlar. Bax, elə bir buranı alıb burada yaşayırsınız da. Bax, belə bir təsvir yaradın özünüzdə. Bax, şəlaləli, məlaləli zadlı bir evdə. Super bir evdir də. Allah xeyir versin alan adama. Düşərli olsun. Hər kim alsa, hər kim satır, hər kim vasitəçilik göstərir. Allah heç kimin əziyyətini yerə vurmasın. Hər kəs üçün xeyir versin inşallah. Amin inşallah. Dostlar, evimizin bu teras hissəsi. Bax, gördüyünüz kimi burada oturublar elə uşaqlar. Qəşəng çaydan içirlər, ləzzətli var. Mən də oturacağım burada. Qardaşlarımın yanında. Gördüyünüz kimi dostlar, bax, hal-hazırda oturmuşuq. Orada sən buradasın. Aleyküm salam inşallah. Rövşən. Bəli. Sən oradasan, burada canlanız biraz. İnşallah. İndi hələ ki çəkilişimizi aparaq. Allahın izni ilə dəyərli dostlarımız YouTube kanalında bizləri izləyəcəklər. Allahın izni ilə kanalımızı da bəyənin, abunə olmağı unutmayın inşallah. Keçirik evlərimizin digər otaqlarını sizlərə göstərim. Buyurun axıra qədər izləyin. Dostlar, bax belə bir teras. Terasa söz yox. Gözəl bir terasdır da, yəni. Buradan bağa bağçaya baxırsan, nəzarət edirsən, hər şeyə dəyər. Allah şahidim olsun. Dostlar, buradan keçdiyim bax belə bir yerdir, mətbəx hissəsi. Bax, belə bir mətbəx hissəsidir. Oturmağa, durmağa genişdir. Mətbəx yeri də böyükdür, çox səliqəlidir. Sonra evimizin bura koridor hissəsi, əsl giriş yeri bəyaz çöldən göstərdiyim kimi. Buradan bura koridor hissəsidir. Bax, buraya bir yenə panorama pəncərə ilə olan belə bir yataq otağı mövcuddur. Geniş, səliqəli. Kanalı bəyənin dostlar. Bax, belə bir geniş, səliqəlidir, mükəmməl bir evdir. Wi-Fi, internet zat hamısı burada. Özünüz görürsünüz də nə iləndir. Bax, belə bir şeylərlə də mən heç valla bunları nədir bilmirəm. Görün bura qalxır. Ay, yenildirdim ki Allah. Bir dənə bura baxın dostlar. Terasa bir dənə baxayım. Uşaqlar yedirlər. Panorama pəncərə fərz elə. Uzanıb yatırsan burada qəşəng. Panorama pəncərədən həyəti seyr eləyə. Superdir da, belə bir asılqanlar, nazarla, hər şey mükəmməl. Keçirəm digər otağımıza dostlar. Keçirəm digər otağa. Deməli, burada bizim belə bir digər uşaq otağımız var. Səliqəli, gördüyünüz kimi, mükəmməl, geniş. Sonra burada bizim
Sancar qovşağımız var. Bax belə bir sancar qovşağıdır. Və burada bizim belə bir yerimiz mövcuddur ki, burada petsat qruplar əvvəllər. Dostlar, bu evi alanlar inşallah elə bilin ki, bu evi almırsınız. Bax, elə bir ki, Qəbələni, Qubanı alırsınız, özünüz üçün bu həyatı yaşayırsınız da. Mən gedəndə vallahi belə istirahət mərkəzlər, buranın elə gününü rahat bir şəkildə alan adama deyirəm da, buranın bir gününü, yəni ölü yeri 300-400 manat kiraya verə bilər. Al, gündə 300-400 manata yaylıq üçün, istirahət mərkəzi üçün ver kiraya. Gündə bunu versən, ayda nə qədər pul eləyir? Dünya qədər pul eləyir elə. Bunu elə günlük kirayələrlə pulunu rahat bir şəkildə çıxarda bilərsiniz dostlar. Belə bir şəraitdə, belə bir gözəl ev hər dəfə ələ keçmir. Hər dəfə ələ keçmir. Aysun xanım da hal-hazırda çəkilişdədir deyən dostlar. Mən məcbur özüm tək aparmalı oldum. Və nə qədər yaxşı çıxdı, pis çıxdı bilmirəm. Kanalımı bəyənsəz, dəstək olsaz, abunə olsaz, paylaşsaz, Allah şahidim olsun, bu evin alıcısı mən bilirəm ki, bu evi axtarır. Yəni hər adamın arzusunda olan bir evdir. Hər adamın arzuladığı bir evdir belə bir ev. Belə bir həyat, belə bir yaşayış, belə bir gözəllik. Yəni prosto baxmır, yəsi burada olmur deyən çox vaxtı. Ona görə də dostlar, təcili satır. Yəni özün indi şəraiti, imkanı burada qalmır heç belə götürəndə, xaricdə yaşayır. Ona görə də 150.000 manatdan bugünkü günü yəni bizə xatir Allah sağ olsun, Allah uzun ömür versin, qiymətini o qiymətə salıbdır. Elə bunun keşke pəncərələri cəmaət alıb bir dənə mətbəxə yerləşdirə bilmir. Bu yazıq kafeyə alıb qoya bilmir. Boy hər tərəfi. Özü bunun alt hissəsi qaraj hissəsi. Bax dostlar, evin alt padvalı var ha. Çox hündür bir padval yeri var. Dostlar, çalışacağım keçim görüm hələ. Qapısı açıqdır, yox, bağlı da. Buradan göstərəsəm görünər. Dostlar, bax çalışıram buradan salam içəriyə. Bax bu ara yerdən saldım. Da nə qədər görsənir bilmirəm. Buralarda bax oradan düşürsən hələ aşağıya. Görürsüz, oradan gedirsən otaqların yerləri zadı var. Belə bir səliqəli bir yerdir. Da ara yerdən salmışam ha dostlar. Buradan saldım, nə qədər göstərə bildim, göstərdim. Çünki oraya girə bilmirdim. Həyəti bazası mükəmməl. Səliqəli. Bax buradan da kamera sistemləri görürsüz. Evin hasarlarında işıqlandırılmaları olsun. Bax belə bir qazonları olsun. Hər şey puldur da. Suvarma sistemləri. Bəli. Yo, mən çəkilişdəyəm hal-hazırda. Çox sağ olun Aysun xanım. Bax belə. Aysun xanım, istəyirsiniz buradan gəlin suvarmanız adı da göstərin. Sistemlər var ki, burada suvarma sistemləri çox mükəmməl dərəcədə. İndi siz canlı yayımdasınız. Mən çəkilişdəyəm ki, bunu izləyicilərimiz görəcəklər. Bax belə bir suvarma sistemi zadı. Burada var ha. Keşnik, şüyüd, badımcan, xiyar, pomidor, ət geçsini. Allah şahidim olsun. Əsil kənd evi istəyənlər, bağ-bağça istəyənlər, Allah şahidim olsun, qaçırtmayın bu şansı. Yəni belə bir şans hər dəfə ələ düşmür dostlar. Hər dəfə belə bir variant düşmür ələ. Özə bu da tutdu. Yox, bu başqa bir ağacdır. Yox, tutdu. Bu deyəsən qalın xartutlardandır, səhv etmirəmsə. Bu da tutdu, amma bu elə-belə tutdu dostlar. Bu da tut ağacı da elə-beləsindəndir. Keçirəm hələ o bir tərəflərə baxın dostlar. Sona qədər baxın. Allah şahidim olsun, belə bir ev hər dəfə olmur. Yəni bu qiymətdə olmur ha. 150-200 min, 300 min qiymət oxuyanlar var ki, belə evlərə 100.000 manata. Gəl apar. Kupon, şans. Hər dəfə ələ düşməyən şans dostlar. Hər dəfə ələ düşməyən şans. Baxın, nəyini deyirsiniz göstərim. Nəyini deyirsiniz baxaq. Bax, taxtalar zadı hamısı içində. Vur qala geçsin. Aha. Sonra burada süpürgə hissəsi, bax. Xəkanda süpürgə hissəsi. Hər şey göstərirəm ki, tam sizlər bu şeydən agah olasınız. Baxın, odun. Bax, bunun üstü petsdir ha dostlar. Bunun üst hissəsi petsdir, bax. Burada qalırsan, burada nəmləsə qoyursan, pişirirsən gedir. Bunun üstü, sonra bu, sazı, mazı, hər şey. Bağ istəyənlər dostlar, bağ ev istəyənlər. Allah şahidim olsun ki, bundan o tərəfə bağ tapa bilməzsiniz. Bundan gözəl bağı yoxdur. Bunun altında 25 tonluq sudur dostlar. Bura baxın hələ.
Ya Allah'ın adı. Suya bakayım. Aha. 25 tonluq su. Aha. Ömürlük bəs eləyən sudur. Hər şey var. Gəl, gir kakpalojna yaşa. Bir həyət evi. İstəməzsiz siz də bax belə sənə xanımlar oturasınız. Bəyləri sizi bax belə yerləsinlər. Kamuran kimi. Kamuran. Bax belə bir şey. Bütün avtomat sistemləri, nə bilim klüçator sistemləri, hər şeyin ən bahalısından alınıb yığılıbdır. Heç nəyi elə belə əksik eləməyib. Elə bu sabahlar bu üzümlər yetişir. Bunun altında otur selfie çəkdir. Hələ ən kiçik hissəsi. Bax, bağça, şərait məncə budur. Allah alana da, satana da xeyir versin. Əlaqə nömrəmiz var. Qiymət haqqında məlumatınız var. Ev haqqında məlumat var. Yerləşmə yerdə Binə qəsəbəsində asfalt yola yaxındır. Gəl Allah xeyir versin inşallah. Amin.